Demək, dilimizdə fonetikadan biz belə bir qayda öyrənmişik ki, qoşa q yanaşı işləndikdə, məsələn deyirik ki, t, o, q, q, a. Tələffüzdə olur t, o, k, q, a. Yəni bu o deməkdir ki, qoşa q-dan biri k səsini ifadə eləyir. Amma dilimizdə istisna sözlər var ki, qoşa q yanaşı işlənsə də, deməli bu k və q səsini yox, olur qoşa qlarımız olur x və q səsi kimi tələffüz olunur. Məsələn, deyərik ki, ayaqqabı, ayaqqabı. Tələffüzdə necə olacaq? Olacaq ayaq, qabı. Və yaxud da deyərik balıq qulağı. Tələffüzdə olar balıq qulağı. Yəni bu o deməkdir ki, qoşa qlar həmişə qlardan birincisi k səsinə çevrilmir. Bəzən mürəkkəb sözün tərkibində işlənib və söz qovşağında işləndikdə x səsinə də çevrilə bilir. Nümunə kimi də göstərdik ki, ayaqqabı, balıq qulağı tələffüzdə olur ayaqqabı, balıq qulağı.